Salam, hörmətli izləyicilər, axşamınız xeyir olsun. Saray qəsəbəsində şəxsi özləri üçün tikilmiş ev çıxdı satışa. Bax bu ev. 2 mərtəbəli evdir. 130 min manata. Deməli, 1 ilə 2-nin arası monolitdir. Kuruqavoy hamısı qoşadaşdır. Hətta ortalarını perqorotkalarına qədər qoşadaşdır. Bax bu ev. Demək, bir qonaq otağı, hamam, tualet, mətbəx aşağıdadır. 3 dənə də yataq otağı yuxarıdadır. Yəni, ümumilikdə 4 otaqlı evdir. 130 min manatadır. İndi əraziyə baxın, görün, harada yerləşir. Gəncə təndirinə, Sumqayıtdan gələndə Gəncə təndirinə keçəndən sonra sola dönürük. Bakıdan gələndə Gəncə təndirinə satılmış sağa dönürük. Yoldan da olar bir 100 metr, 120 metr məsafə olar olmaz. Hazır ev, daha şəxsi evdir. Sonra 1 ilə 2-nin arası monolitdir. Pilləkəni də içi monolitdir. Pilləkəni də içi betondur, yəni monolitdir. Qəşəng səliqə sahmanı evdir. Foyerdən başlamışıq çəkilişimizə. Bir dənə ayaqüstü bu ayaqqabı soyulan yerdə bir şey var, onu tez göstərin. Bax burada. Kombi buradadır, pitiminutka buradadır. Hətta burada radiator da qoyublar. Bax belə bir şkaf da qoyulub bura. Bax belə, bura ayaqqabı soyulan yer. Evin girəcək qapısıdır. Girəndən sonra gəlir bu foyer, pilləkən qalxıb 2-ci mərtəbəyə. Belə də başlayacaq otaqları bir-bir göstərməyə. Məsələn, mətbəx. Ha, bir dənə bu pilləkənin altından, ora nədir elə? Padvaldır. Pilləkənin altından padvala düşmək üçün yerdir. Burada mətbəxidir, baxın. Gör nə boyda mətbəxi var. Bu pəncərə öz həyətlərinə baxır, həyətdən göstərəcəm. Bu mətbəxdir. Bilirsiniz, mətbəx, mebeli, kombi, radiator, pitiminutka, bunlar hamısı evin içərisində qalır. Görürsünüz, bax, qəşəng, böyük bir mətbəxi var, baxın. Hər şey hazırdır, yaşayışa tam hazır vəziyyətdədir. Çox qəşəng səliqə sahmanlı evdir. Mütləq gəlin buna baxın, 130 mindən də ev sahibi özü endirim eləyəcək. Onlar bir dənə zəhmət olmasa keçsinlər də qonaq otağına. Bax, bu da sanitar qovşağıdır, baxın. 1-ci mərtəbədəki olan sanitar qovşağıdır. Hazır vəziyyətdədir. Hazır vəziyyətdədir. İndi qonaq otağını göstərəcəm. Hörmətli izləyicilər, bu da həmin evimizin qonaq otağıdır. Yəni zalıdır. Baxın, qəşəng kvadrat zaldır. Hazır vəziyyətdədir. Bir dənə qoy buradan tez perqorotkanı göstərin. Bax, bir dənə perqorotkanı göstərir, ara kəsməni. Bax, görürsünüz, qoşadaş olmağını göstərim. Hətta ortalarına qədər qoşadaşdır. Bir dənə də zalın o tərəfindən bərini çək görsünlər, zəhmət olmasa. Bax, çox qəşəng səliqə sahmanlı evdir. Saray qəsəbəsindədir. Torpağının çıxarışı ilə satılır. Bunu bəri başdan deyirəm. Torpağının çıxarışı ilə satılır. Bax, qəşəng TV stenti də hazır vəziyyətdə evdir. Yaşayış evidir. Şəxsi özləri üçün tikilmiş evdir. 130 min manatadır. Qiymətindən mütləq endirim olunacaq. Qaz, su, işıq sayğacları hamısı yerindədir. Kanalizasiyası da ki, mərkəzi kanalizasiyadır. Bax belə. İndi buradan pilləkənlə qalxırıq 2-ci mərtəbəyə. Görək 2-ci mərtəbədə nə var. Pilləkən, bax, bu beton pilləkəndir. Həm istəyirsiniz, siz də gəlin. Bir şey soruşaram. Zəhmət olmasa gəlin. Bax, pilləkənlə qalxırıq yuxarı. Yuxarı qalxandan sonra yenə burada belə bir foyerdir. 1-ci mərtəbədə olduğu üçün. Bax, belə geniş bir foyerdir. Buradan da balkona çıxmaq üçün qapı var. Bəli, burada balkona çıxmaq üçün qapı var. 3 dənə də yataq otağı buradadır. Sadə qəşəng 2 mərtəbəli evdir. Bax, burada bir qonaq yataq otağıdır. Bax, 3 dənə də yataq otağı buradadır. Bax, gör nə boyda otaqdır. Bir yataq otağı buradadır. Bir yataq otağı buradadır. Buranı bir dənə göstərin. Hamısı böyük otaqdır. İndi görək hələ 3-cü otaq görək necədir. Böyle pişik. Bir yataq otağı da buradadır. Ha, bu biraz balaca otaqdır. Ha, bir dənə balkonu da açaq baxaq. Ha, indi gəlin bura. Balkonu göstərək. Bu da balkonudur. Balkondan demək, naves da var. Bax, buradan elə bir dənə buradan yaxınlaşaq həyəti göstərin. Bax, görürsünüz həyəti, öz həyətidir. Mən düşünüm, onu həyətdən də göstərəcəm. Bir dənə buradan balkondan baxaq. Bu gördüyünüz navesdir. Evin öz navesidir. Bax, belə. İndi həyətə baxaq. Hörmətli izləyicilər, bu da həmən evimizin 2 mərtəbəli evin həyətidir. İndi göstərdiyimiz raşatqanın içində olan ağaclardır, meyvə ağaclarıdır, gül çiçəyidir. Yeri qəşəng belə tametdir, trapı var, mərkəzi kanalizasiyası var. Sonra bax, buradan pilləkənlə evə qalxırsınız. Burada navesinin altında oturmağa yer var. Burada da ki, bunlar nədir belə? Yay mətbəxidir. Yay üçün düzəldilmiş mətbəxdir. Yəni, mətbəx kimi hal-hazırda istifadə olunur. Onu demək istəyirəm. Bir də buradan bir qapı var. Bax, bu qapı. Bu qapının arxasına keçirsən, həm orada padval var. Evin altına düşməyə padval. Gəl bir dənə açaq elə belə baxaq. Bax, belə həm ayaq yolu var. Axırda ayaq yoldur. Həm də bax belə qaladovka kimidir. Əldə ayaqdan olan barca balon, artıq şeylər ora yığmaq üçün əşyalardır. Bax belə, bir də izah edirəm. Saray qəsəbəsində torpağının çıxarışı ilə qazı, suyu, işığı olan, kanalizasiyası mərkəzi olan 2 mərtəbəli ev çıxdı satışa. Yuxarıda 3 dənə, 2-ci mərtəbədə 3 dənə yataq otağıdır. Aşağıda bir qonaq otağı, hamam, tualet, mətbəx. Bax belə, belə bir şəraitdə evdir. 130 min manata satışa çıxarılıb. Qiymətindən ev yəsi özü endirim edəcək. Narahat olmayın qiymətdən. Mütləq gəlin bu evə baxın.
Başqa nə qaldı? Yerləşdiyi ərazini bir də deyirəm. Saray qəsəbəsində Gəncə təndirinə, Sumqayıtdan gələndə Gəncə təndirinə keçəndən sonra sola, Bakıdan gələndə çatmamış sağa. Yoldan da 100-120 metr məsafəsi olar ya olmayar. Sağ olun.